Moskvada çox möhtəşəm bir toy idi. Toyun aparıcısı Xatun xanım idi. Həmin toya böyük qonorara getmişdilər. Oradakı müğənnilərin qonorarında, musiqiçilərin qonorarında prodüseri vermişdi Xatun xanıma. Məbləğ də $48.000 idi. Aeroporta çatanda prodüserin də pasportu, öz pasportu da bir yerdəymiş. Prodüser pasportunu istəyəndə məlum olubdu ki, sumka yoxdur. Həmin sumkanın içində olan $48.000 pul, pasportlar yoxdur. Bəlli oldu ki, Xatun xanım orada 15-20 dəqiqəlik müddət olub, o müddətdə restorana keçib, otelin yanında sumkanı qoyub orada, ağzı açıq. Sumka buradadır, sumkanı götürüblər, pasportlar içində pul yoxdur. $48.000. Bu pulun itməsi Xatun xanımın diqqətsizliyindən baş verib, $48.000 borcun qurbanı oldu. Həmin pulu da prodüserlə bərabər neçə ay ərzində Prodüserlə bərabər bildiyin xatun kimdir? Yəni sən prodüserlə bərabər elə danışır ki, deyir ki, prodüserlə bərabər gedib, yəni onlar ödədilər bu pulu. Kimə borclu qalmışdın onlara? Hə, onları əlbəttə ki, mütləq onları ödədi, amma ev yəsi də xəbəri oldu. Hə, dedim ki, sən bunu üstün düzəldə bilərsən. Sağ olsunlar. Yəni ki, razılıq oldu. Gördülər də dayı başıma nə gəldi. Yəni ki, yaxşı qutardıq. Amma bir daha onu demək istəyirəm ki, bu karantindən qabaq olub. Xahiş edirəm, dilətişə salmayın məni. Yox, onu bilirik. O vaxt ki, sadəcə danışan kimdir? Hə, danışan kimdir? Danışan nə bilim Tofiq ola bilər, ya Pənah ola bilər, sonra Rabil ola bilər. Mən onu, o insanı biraz yekəpər adamdır, özünə baxan adam deyil o kimdirsə, yəni dietada olan adam deyil. Hardasa bir 120 kilo olar bu insan. 120-dən də çox, 140 kilo uzaq. Pənaha da oxşuyur, Rabilə də oxşuyur. Biz pes. Heç bilmirik. Hə, heç belə təxmin fikrimiz yoxdur. Həmin o gizli sima mənəm, sənin prodüserin Pənah. Orada insident baş vermişdi. Amma mən sizi çox istəyirəm. Çünki sizin qəlbiniz gözəldir, ürəyinizin gözəlliyi mən bilirəm. Ən azı bir 10 il bir yerdə çalışmışıq. Bir hadisəni yadınıza salın. Taksi sürücüsü ilə baş verən toya gecikdik. Səndən ötürü mahnısı, orada olan o duyğusal anları istəyərdim ki, elə siz özünüz buradan danışasınız. Pənahla 10 il çalışmışam. Bugün də hardasa 2 ilə yaxında biz çalışmırıq. Amma biz ikimiz də bir-birimizə çox sadiq qaldıq. Hətta deyərdim ki, mən biraz danışdım onunla. Belə çox əsəbi idim, danışırdım. Amma bir də ona görə çox istəyirəm. Ümumiyyətlə, yanımdan gedən hər bir insana onu demək istəyirəm ki, əgər biz bir-birimizin sarı siminə toxunmamışıqsa, amma müəyyən hadisələrdən ayrılmışıqsa, heç vaxt bir-birimizə sataşmayaq. Mən həmişə yanımdan çıxan insana deyirəm ki, mənə sataşma, bir də mənim sözümü danışma. İki şeyi səndən, bir çörək kəsdiyimizə görə, bizim dostluğumuza görə, bir yerdə çörək qazandığımıza görə bunu səndən xahiş eləmirəm, bunu səndən tələb edirəm ki, mənə sataşma. Sataşsan, yəni ki, mən qoymayacam, sən məzəsən, mən sənzəcəm. Mən Pənahı bu günləri bizim yenə də eyni, biz çünki sizinlə yazda toya getdik, Əhməd müəllimin balasının toyuna getdik. Siz orada gördünüz ki, onun üçün, bax, öz müğənnisi də orada idi, başqa müğənnilər də orada idi. Afaqda hamımız o təşkilatçı o idi. Amma siz gördünüz, yenə də onun gözü birinci məndə idi. Yenə də o mənim üçün çalışırdı. Bu mənim yanımda işləməyə bilər də. Çünki Pənah özü də yaşadı oldu, ailə qurdu, bir ailə başçısıdır. Özünün bu günləri, vəzifələri var. O artıq, yəni, hər şey dəyişdi. Bəlkə də bu bizim ikimiz üçün də xeyir oldu. İlk dəfədir mən bunu buradan açıqlama verirəm. Amma bugün şükür Allahın böyüklüyünə ki, o da məndə bir-birimizə ehtiyatla yanaşdıq və dostluğumuzu qoruduq. Və Pənah bir dənə bir şey elədi. Mən buradan ona təşəkkür edirəm, bir kişi olaraq, bir dost olaraq, bir qardaş olaraq ki, o heç vaxt məni satmadı.
Hətta Instagramında belə mənlə münasibəti düzəldənə qədər o heç bir müğənnini orada paylaşıb mənə acıq vermədi. Şükür Allahın bu gününə. O da yaxşı yerdədir, şükür Allaha. Çox şükür, Mən də bu əlbəttə gün ki. min şükür